Öncə pasiyentlər haqqında istərdim məlumat verim. Dünən biz Azərbaycan Tibb Universitetinin Təbii Cərrahi Klinikasında axamari vəzin Güvünüzovundan əziyyət çəkən pasiyenti əməliyyat etdik və istərdim, yəni hər bir xəstə haqqında sizə məlumat verəcəm. Bu pasiyent bizə, siz hansı rayondan gəlmişdiniz? Biləsuvardan müraciət edib, Biləsuvardan. Xanımda böyük ölçüdə zor var idi, yəni təsadüfi müayinə zamanı aşkarlanmışdı, amma xəstələrin şikayətləri boğulma, sıxılma əməliyyatları idi. Və əməliyyat olundu, əməliyyat neuromonitor cihazına izah olundu. Nəyə görə? Çünki qalxanvar vəzin arxa kapsulasından inkişaf etmişdi. Məhz qaydan filtrasının üzərində olduğundan xəstədə səsdə də arada bir boğulma, səs çarpı şikayətləri olduğundan cihazla daha təhlükəsiz izah etdik. Və əməliyyatdan bugün evə yola salırıq. Belə narahatçınız olmadı ki? Nə demək istəyərdim? Bizim klinikanın xidməti necə oldu? Tibb xidməti yüksək səviyyədə hər halda. Allah şəfa versin, keçmiş olsun. Növbəti pasiyent isə daha maraqlı bir pasiyentdir. Bu xəstə uzun müddətli zəhərli zorda vəziyyət çəkir. Siz hansı rayondan gəlmişdiniz? Şəkilə. Nə qədər vaxtı sizdə zor var idi? Bir ilə yaxın. Yəni, uzun müddətli teostrat müalicə alırdı. Dərman müalicəsindən baxmayaraq qurumundan normaya salmaq qeyri-mümkündür. Və xəstə, yəni, biz keçən ay sizi müalicə etdik, Şəkil gələn zaman. Şəkil rayonunda müayinələr zamanı pasiyent bizə müraciət etdi və qısa müddətli əməliyyat hazırlıqdan sonra xəstəni əməliyyat qərar verir ki, yəni bu əməliyyat olunmasa bu xəstənin müalicə edilməsi deyil. Çünki artıq xəstədə göz əlamətlərdə, yəni gözdə şişkinlik də biruzə verildi. Və dünən əməliyyat olundu, yəni əməliyyat eynilə, yəni bu xəstədə də uzun müddət teostatiklə qabiliyyətinin qalxanvari vəzdə sərtləşmə olur və əməliyyat zamanı qaydan qırdasının gəlmə ehtimalı daha çox olur deyə biz də neuromonitorda istifadə etdik və bugün də xəstənin sahəsini dəyişdirmək evə yola salırıq. Belə narahatsızlar olmaz ki, rahat işlərsin yüksəksə, Allah kömək olsun, keçmiş olsun. Növbəti pasiyent də maraqlı bir pasiyentimizdir. Bu da təsadüf, sizdə təsadüfən aşkarlanmışdı da, düyüyoruz. Belə boğulma sıxılma əməliyyatları yox idi ki sizdə, yox idi. Bu xəstəmiz də dünən əməliyyat olundu. Nəysə bir narahatsızlıq olmadı ki, nəcür oldu? Yəni bir qısaca təəssüratla rahat. Nə demək istəyərdim? Burada bəzən görürsünüz ki, xəstələr də qorxurlar əməliyyatdan. O haqqında nə demək istəyirəm? Çox sağ olun. Allah sizə çox sağ olun. Sağ olun. Allah şəfa versin. Sağ olun. Çox sağ olun. Allah şəfa versin. Siz də xeyir aparın, keçmiş olsun. Bizim xidmətdən də narahatsızlıq olmaz ki, Tibb Universiteti yüksək səviyyədə cərrahi klinikada tibbi xidmət göstərir, bütün tibb bazalarımız, onlarla biz minnətdarlığımızı bildirək ki, sizə bəli yaxşı xidmət edir. Allah şəfa versin, keçmiş olsun.